Bir ay sonra, yəni ikinci proqram üçün gəlmisiniz və çox möhtəşəm nəticəmiz var, deyilmi? Demək, Xədicəmiz 7,5 kiloqram 3 həftəyə, Rüyəmiz isə 6 kiloqram yarılıyıb və hər ikisində bel santimetri 10-11 santimetr. Geyimlərində də bu dəyişir. Bel qarın çevrəmizin bu qədər dəyişməsi bir liposuction effekti ilə arıqlama deməkdir. Sanki bədən şəkilləndirmə arıqlaması. Özün hiss edirsən də. 10 santim belim incəldi, çox rəngim falan açıldı, çox rahat yüngülləşmiş hiss edirəm. İynələr falan yox, idman yox, deyilmi? Heç biri yox. Sadəcə nə etdiniz? Sizin verdiyiniz listəyə uydum, dieta proqramına uydum. Vaxtı-vaxtında yediniz, içdiniz, dəstək terapiyamızı, suplementləri qəbul etdiniz. Əla. 6 kiloya rağmen 10 santimetr bel getdi. O demək ki, birə-bir biz yağ toxumasını parçalamışıq. Demək, o zaman çox sevinclə, motivasiya ilə ikinci aya davam edirik. Bəli. Əziz dietoloqumuz Leyla xanım, sizə təşəkkür edirəm. Hər iki qızımda bu qədər dəyişikliklər elədiyiniz üçün, bu qədər diqqət və qayğı göstərdiyiniz üçün uşaqlara, xüsusi yanaşdığınız üçün uşaqlara sizə təşəkkür edirəm.